Bir neçə müddətdir sizlə üz təmizləmə videosu paylaşmıram. Dedim bugün olur. En son danışdığım hekayədə tut ağacı hekayəsi idi. Şimdi niye sezonu bitməmiş alça ağacı hekayəsi danışmıyorum. Yine bir hüsran, yine bir qorxu, yine bir endişə var. Ey mənim başı bəla uşağım. Bizdə uşaq vaxtı belə bir şey vardı. Nənələrimiz pensiya alırdı. Su verilən bir yerlər vardı. Oradan alırdıq. Pensiya işlərinə baxan 1-2 nəfər bir onların evlərindən alırdı. Günlərdən bir gün, aylardan bir ay. Mənim pensiyası gəldi. Dedi ki, gelin o pensiyanı götürün. Ben o vaxtda çox kiçik idim. Bacımla getdik biz pensiyanı götürməyə. Həyətçi yollarla keçirdik deyə çox ara-ara döngələr idi. Bir qazlar var idi bir həyətdə qatırdı. Biz həmişə ondan qorxardıq ki, qazlar bizə qatmaz. Qorxumuz qazlar yox, insanlar oldu. Pensiyanı götürüb qaydan var. Həyətçi yolla gedirdi. Bir alça ağacı var idi. Alçanda təzə çıxan vaxtı idi. Bayağı da böyümüşdü. Ağac biraz hündürü idi. Bizim boyumuzu aşırdı. Ve bacım bir buda boyu çatdığı budaqdan başladı dərməyə. Mən də ona kömək edirdim ki, onun dərdiyi alçaları yığır. 3-4 dənə dərdiyi qurtardıq. Bacım dedi ki, gəl gedək. Onda da mən canı yanmış başımı qaldırdım yuxarı. Gördüm bir dənə lap qəşəng yuxarıda bu boyda bir dənə alça var. Dedim yox. Mən o yuxarıdakini istəyirəm. Mənim bu alçanı çox istədiyimi görən bacım qucağına qaldırdı göyə. Hələ mən alçanı istəyirdim ki, əlatım dərim. Bir dənə yaşlı kişi nə tər qışqıra gəlir üstümüzə. Allah, bu kişinin elə qışqırmır. Nə tər qışqırırsa üstümüzə gələcəklər. Ağzıma girdi. Azıydı. Bacım mənə ancaq elə ki, atdı yerə əlimdən tutdu. Başlayırıq qaçır. Yaşlı kişi bizim dalımızca nə tər qaçır. Böyük bir həyət idi. Oradan balaca cığır yolla qapısı vardı, taxta qapısı. Bunu açdıq, çıxdıq. Sonra bir dar küçəyə girdik. Oradan da qaçırıq və arxaya bacım baxır. Kişi dalımızca hələ də qaçır. Bir dənə də əsas ana terasa çıxdıq. O ana terasda da dalımızca qaçır. Nə oldu? Mən səni təzə almışdım. Niyə gəlmirsən? Biz uşaq halımızdan həm çox qorxuruq, həm də qorxuruq da, yəni bildiğin qorxuruq ki, bu kişi bu qədər yolu bizim dalımızca niyə qaçıb? Dayı alt tarafı küçücük bir alçaydı. O vaxtı da tanımadım, indi də tanımıram, kim olduğunu bilmirəm. Hani ayıb dayı adam bir alçayla adam o qədər yol qatmaz. En sonunda bizim damımıza qaçmağa bilirsiniz nə vaxt qutardı? Terasa uca qaçırıq. Küçənin ortasında da bir neçə də əmilər var idi. Bizdən soruşdu, qızım niyə qaçırsınız? Bacım qaçınca alça dərən yerdə dayı bizi gördü, bəs bizi qatır. Deyirlər ki, bu kişilər həqiqətən üstümüzə gəlir. Bu kişilər o dayı, yaşlı dayı dedi ki, ay dayı, ay əmi, yekə kişisən, uşaqlar da bir də alça götürür. Niyə düşmüsən bu qədər yolu qaçırsan, nəfəsin dayanıb? Yəni o kişini, o qoca kişini o ortada dayanan əmilər saxladı. Yoxsa bəlkə də evə qədər bizim dalımızda gəlirdi. Bilmirəm günah bizdədir, bilmirəm o daydadır. O vaxtda hər kəsin ağacdan nəsə dərmə hekayəsi olub. Sənin bacımla danışanda gülürük. Amma çox qorxmuşdum. Doğrudan sizin heç vaxt ağacdan nəsə dərib uğramaq temanız olmuyor. Bu hekayəm də bura qədər idi. Hekayələrdə bir dənə qaçmaqla bağlı hekayə danışacağam. Yazıqcam. Orada heç bir günahım yox idi. Heç nə uğurluq dərib zad eləməmişdi. Neyse uşaqlar, sizdən yaxşı baxın. Alça yiyeyim. Elə bay bay.